Bugün Dünya Baxışı izləyəcəksiniz. Kürd üsyançılar 8 Türk əskərini öldürüb. Joe Biden Asiya səfərinə Çindən başlayıb. Rusiya yeni nəsil təyyarəsini nümayiş etdirir. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə Hakkari vilayətində Kürd üsyançılar tərəfindən 8 əskər öldürülüb. Müdafiə Naziri İsmət Yılmaz üsyançılardan intiqam alınacağına vəd verib. O, hücuma görə Kürdistan Fəhlə Partiyası PKK-nı günahlandırıb. Bundan bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin səbrinin tükəndiyini demişdi. Kürd üsyançıları 1984-cü ildən davam edən muxtariyyət kampaniyası 40 min adamın ölümünə səbəb olub. Liviya üsyançıları Müəmmar Qəzzafinin yardımçıları ilə danışıqlar aparmalı barədə məlumatları təksib ediblər. Tripoliyə yaxınlaşmaqda olan müxalif qüvvələr Qəzzafi hökumətini devirməyə ümid edirlər. Milli Keçid Şurasının başçısı Mustafa Abdel Cəlil deyib ki, Qəzzafinin nümayəndələri ilə nə birbaşa, nə də bilavasitə danışıqlar aparılmayıb. Qərb mətbuatında yayılan məlumata görə Qəzzafinin yardımçıları Liviya üsyançıları ilə bu həftənin əvvəli Tunisin Djerba adasında görüşüb. Məlumatda deyilir ki, BMT-nin Liviya üzrə nümayəndəsi Əbdülilah Əl-Xatib də danışıqlarda iştirak edib. Başqa bir xəbərə görə NATO Liviyanı Skad raketlərindən istifadə etdiyinə görə tənqid edib. Liviya üsyançıları Tripolinin qərb və cənubundakı başlıca şəhərləri ələ keçirib və Qəzzafini devirmək üçün paytaxta gedən təchizat yollarını bağlamağa çalışır. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. Suriyanın insan hüquqları fəalları hökumətin təhlükəsizlik qüvvələrinin ölkənin bir neçə hissəsində yeni reydlər keçirdiyini bildirib. Bundan başqa, bir kişi Türkiyə ilə sərhəd yaxınlığında kənddə güllələnib. Londonda qərargahlanmış Suriya İnsan Hüquqları Müşahidə Qrupu İdlib vilayətində eyvanda dayanmış kişinin aldığı güllə yarasından keçindiyini deyib. Qrup eyni zamanda təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşqdə reydlər zamanı onlarla insanı həbs etdiklərini bildirib. Suriyanın dövlət mətbuatının bildirdiyinə görə, dünən hökumət qüvvələri liman şəhəri Lakatiyadan çıxmağa başlayıb. ABŞ-ın vitse-prezidenti Joe Biden 6 günlük Asiya səfərinə Çindən başlayıb. Səfərə çərçivəsində Monqolistan və Yaponiyada da olacaq vitse-prezident Amerikanın maliyyə sistemi və Çinin gələcək liderləri ilə əlaqələrin normallaşdırılması məsələlərini müzakirə etməlidir. Joe Bidenin səfəri ABŞ-ın Tayvana silah satışı ilə bağlı narahatlıqların artdığı bir vaxtda və Amerikanın tədricən Tayvanı silahla təmin etməsinin azaldılmasına dair 1982-ci il kommunikesinin il dönümünə təsadüf edir. Rəsmi Pekin F-16 qırıcı təyyarələrin Tayvana satışı ilə bağlı Bidenə təzyiq göstərməlidir. ABŞ rəsmiləri isə vitse-prezidentin silah satışı məsələsinə toxunmayacağını bildirib. Rusiya istehsal etdiyi növbəti nəsil gizli qırıcı təyyarəsini ilk dəfə ictimai şəkildə Moskva yaxınlığında keçirilən aviasiya sərgisinin açılışında nümayiş etdirib. Rusiya Hərbi Hava Qüvvələri komandiri Aleksandr Zelin deyib ki, Suxoi-50 təyyarəsi növbəti 3-4 il ərzində istifadəyə veriləcək. Qırıcı təyyarə Lockheed Martinin F-22 Raptor təyyarəsinə rəqib kimi nəzərdə tutulub. Beynəlxalq təyyarə şirkətləri nümayiş üçün Jukhovskidə keçirilən aviasiya sərgisinə son istehsallarını göndərib. Dünyaya Baxışda son yenilikləri izlədiniz. Sizinlə mən Emil Quliyev idim. Etibarlı xəbərləri bizdə www.amerikanınsəsi.org-da izləyin. Sabah eyni ünvanda görüşənədək.